طوفان خدا در راه. الله الله الله. این همه لشکر آمده به عشق رهبر آمده، به نام نامی علی به فتح خیبر آمده، به فتح خیبر آمده. این همه لشکر آمده به عشق رهبر آمده، به نام نامی علی به فتح خیبر آمده، به فتح خیبر آمده. پا پای این نظامیم آماده قیامیم، پا پای این نظامیم آماده قیامیم. خونخواه رهبریم و خان انتقامیم. الله اکبر نحن جیش الحیدر، الله اکبر نحن جیش الحیدر، الله اکبر نحن جیش الحیدر، الله اکبر نحن جیش الحیدر. ملت نامآور حیدر حیدر حیدر، ایرانی همسنگر حیدر حیدر حیدر. یک یا علی دیگر حیدر حیدر حیدر، تا پیروزی آخر حیدر حیدر حیدر. یک یا علی دیگر حیدر حیدر حیدر، تا پیروزی آخر حیدر حیدر حیدر. تمام ایمان آمده به جنگ شیطان آمده، عمر یهود فتنگر دگر به پایان آمده. ای لشکر سان الله 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 الله، ای لشکر سان الله 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 الله، ای قافله همراه الله الله الله. یا فاتح و یا فتاح الله الله الله، طوفان خدا در راه الله الله الله. یا فاتح و یا فتاح الله الله الله، طوفان خدا در راه الله الله الله. بسم الله الرحمن الرحیم. اللهم صل علی Muhammed və ali Muhammed və accil fərəcəhum. Salam əziz izləyicilər. Hər birinizi xoş gördük. Bugün mart ayının 31-i 2026-cı il. Bu İrana qarşı hücum müharibəsinin 32-ci günü deməkdir. Dediyimiz kimi bizim əvvəldən deməli proqnozumuz demək olar ki doğrulandı və daha doğrusu hər gün doğrulanmaqda davam eləyir. Hər gün İranın qələbəsi deməli daha öz təsdiqini daha çox qələbəsi öz təsdiqini daha çox tapır. Əziz izləyicilər, biz bu gün də İran ətrafında bəzi hadisələri sizin diqqətinizə çatdıracağıq, bəzilərinə şərh verəcəyik, yorum verəcəyik və ümid edirəm ki, bizim bu canlımız da əvvəlki canlılar kimi inşallah faydalı olar. Bəli, yeri gəlmişsən, deməli canlıda olan dəyərli izləyiciləri mən salamlayıram və zəhmət olmasa mənim səsimin necə gəlməsi ilə bağlı mənə bildiriş verərsiniz. İnşallah əgər səs yaxşıdırsa və biz canlıya davam eləyək, canlıda müzakirə eləməli olduğumuz mövzuların müzakirəsinə başlayaq. Zəhmət olmasa səslə bağlı bir şeylər yazarsınız, yazın. Təşəkkür edirəm. Moskvadan salamlar. Biz də bütün dünyanın hər yerində Əhl-i Beyt dostları varsa, hər yerində müqavimət cəbhəsinin tərəfdarları varsa, hər yerində haqqın tərəfdarları varsa, hamısının gözlərindən öpürük. Hamısına salamlarımızı, sayğılarımızı çatdırırıq və inşallah ümid edirik ki, Allah tezliklə
bu qəlbi yaralanmış, qəlbi yanan, qəlbi sızlayan məzlum xalqın, məzlumların İmam-ı Zamanın zühuru ilə qəlblərinə məlham olacaq inşallah. İnşallah tezliklə Allah bizi həqiqi Mövlamıza yetişdirəcək. Çünki biz həqiqi Mövlamızın zühurunu hazırlıq üçün əlimizdən gələni etməyə çalışırıq. Bizim məqsədimiz Mövlamızın zühuruna hazırlıqdır. Özümüzü birinci hazırlaymağa çalışırıq və sonra cəmiyyətimizi, ölkəmizi bu qədər fitnə fəsad olan deməli bir dünyada biz çalışırıq ki, insanlara həqiqi deməli Allah yolunu, Allah dostlarını tanıtmağa cəhd eləyək. Əvvəl təbii ki, özümüz tanıyaq. Öz islahımız çox önəmlidir. Allah eləməmişkən belə mövzulardan başımız qarışıb özümüzü unudarıq. Allah bunu bizə rəva görməsin inşallah. Bizi bir göz qırpımı qədər də Allah bizi öz başına buraxmasın. Və yenə də deməli aleyküm salam və rəhmətullah və bərəkatuhu. Təşəkkür edirəm bizim Moskvadan salam göndərən dostlara cavab olaraq deyirəm. Əzizlər, əgər səslə bağlı bir şey deyin, zəhmət olmasa, səs yaxşıdırsa, bugün mənim sizə olduqca maraqlı, olduqca gözəl xəbərlərim var və həqiqətən adamın ürəyi açılır və o fikirlə mən bir daha bugün mövzunu o fikirlə başlamaq istəyirəm ki, bizim şəhid rəhbərimiz, İslam İnqilabının böyük rəhbəri, izzətli, əzəmətli rəhbəri, şəhid Ayətullah Seyyid Əli Xamneyi cənablarının şəhadəti bizim qəlbimizi, hər birimizin qəlbimizi parçalamışdı, yaralamışdı. Düzdür, hələ də o yaranın sızıltısı davam eləyir. Amma biz əzəmətli şəhid rəhbərimizi bənzətmişdik şüşədə olan bir ətirə ki, o şüşənin düşmən o şüşəni sındırmaqla rəhbərin bütün ətrini dünyaya yaydı. Və biz bugün görəndə ki, heç vaxt inandırıcı bir məsələ deyildi. Görəndə ki, Fransa, görəndə ki, İspaniya, görəndə ki, İtaliya, bunlar öz hava məkanlarına, deməli, ABŞ-a öz hava məkanlarını bağlayıblar və İsrailə öz hava məkanlarından silah aparmasını qadağan eləyiblər. Biz bunu görəndə bir tərəfdən təəccüblənirik, bir tərəfdən də əzəmətli rəhbərimizin Seyyid Əli Xamneyi cənablarının ruhuna fəda olun. Onun necə də böyük bir ilahi şəxsiyyət olduğunu adam yavaş-yavaş tanımağa başlayır ki, bəli, bu hadisələrin hamısı böyük rəhbərimizin 45 illik təqribən, yəni onun 6 ilini prezident, sonra da qalan təqribən bir deməli 39 ilini də, 37 ilini də ali dini lider olaraq çəkdiyi zəhmətlərin nəticəsidir. Birdən-birə Fransa, İtaliya, sonra İspaniya, bunun davamı da gələcək. Düzdür, Amerika Birləşmiş Ştatları bu barədə bir məlumat verməyib, amma Amerikanın başına, daha doğrusu Almaniya bu barədə hələ dəqiq məlumat verməyib, amma Almaniyanın baş naziri, sonra prezident Steinmeier, bunlar açıq şəkildə İrana qarşı aparılan işğalçı müharibənin deməli heç bir əsasının olmadığını və eyni zamanda bu müharibənin İsrailin təkidi ilə başlanmasını dilə gətirdi, bu müharibəyə qarışmayacaqlarını bildirdi. Bunlar hamısı özlüyündə deməli böyük bir məsələlərdir və mən düşünürəm ki, hamısı da bizim şəhid rəhbərimizin birbaşa fəaliyyətinin nəticəsidir. Əzizlər, zəhmət olmasa deməli canlını bəyənin. Canlıda bəyənmələr olduqca azdır. Bəyənmə az olduğu üçün də
bizim canlıda deməli izləyicilər az olurlar, baxış az olur. Hər dəfə deyirəm, bu dəfə də mən qeyd eləyim ki, çox xahiş edirəm. Deməli, bizim canlını izləyən dəyərli izləyicilər, hamısına mən dəyərli deyirəm. Çünki vaxtlarını sərf eləyirlər. Hamısı mənim üçün dəyərlidir. İzləyicilərimiz bizim inşallah ricamız, xahişimiz budur ki, trollarla bağlı, trollara əhəmiyyət verməyin. Mən əhəmiyyət vermirəm, siz əhəmiyyət verməyin. Biz öz işimizi görək, biz öz təbliğatımızı yaparaq, bəyənmələri çoxaldın. Demək, əgər bizim danışıqlarımız, verilişlərimiz, proqramlarımız sizin ürəyinizcə olursa və yaxud da məntiqli hesab edirsinizsə, o zaman paylaşın, qoy daha çox insan görsün. Cavid Cabbarlı kanalına abunə olmağı, özünüz olun və digərlərini də abunə olmağa səsləyin. Çünki kanala abunə olmaq o deməkdir ki, biz hər bir yeni video qoyan kimi YouTube kanalına və yaxud da canlı açan kimi ilk öncə kanala abunə olanlara bildiriş gedir və bizim deməli canlıda olmağımızla bağlı onlara məlumat gedir və biz daha tez və daha asan əl çatan oluruq. Ona görə də bu mövzunu da siz nəzərə alın, zəhmət olmasa. Əzizlər, mən bir daha yeni qoşulan bacı qardaşlarımızı salamlayıram, hər birinizə təşəkkür edirəm. Bəli, bugün bir acı etirafla mən istəyirəm proqramımızı başlayaq. Bu acı etiraf əlbəttə ki, İran, daha doğrusu Amerikalı bir senatordan gəlib. Amerikalı senator acı etiraf edir və İranla müharibədə məğlub olduqlarını bildirir. Qeyd edir ki, biz İranla müharibədə məğlubuq. Baxın, indi biraz sonra bu barədə danışacağıq. Deməli, Fransa artıq İsrailə silah daşınmasını, Amerikanın silah daşımasını dayandırdı. Öz hava məkanından icazə vermədi. Sonra İtaliya və İspaniyadan sonra təbii ki, Fransa da bu addımı atdı. NATO da artıq deməli, ABŞ-ın NATO-dan çıxması ilə bağlı mövzu artıq gündəmdədir. Müzakirə mövzusuna çevrilib. Təzədən Donald Trump deməli, xüsusən Makronu hədəf seçib, təhdid edib. Ümumilikdə bütün NATO üzvlərini, NATO ölkələrini Donald Trump hədələyir, onlara barmaq silkələyir, təhdid edir. Və bu hadisələrin hamısı biz əvvəlki, səhv etmirəmsə, dünənki canlıda da bu barədə danışdıq. Biz bunların hamısı onu göstərir ki, deməli, ABŞ artıq ABŞ-ın məğlubiyyət, daha doğrusu Epstein koalisiyasının məğlubiyyət qoxusu NATO üzvlərinin burnuna dəyib və bizim deməli atasözü var, məğlubiyyət yetim olur. Ona görə də artıq ABŞ bu dəfə məğlub durumdadır. Baxın, son demək olar ki, harasa bir 80 ildə mən konkret olaraq İkinci Dünya Savaşını götürdüm. İkinci Dünya Savaşından sonraki dövrdə ABŞ bütün deməli bütün dünyaya hegemonluq eləyirdi, istədiyini eləyirdi. Heç bir kəs, heç bir körfəz, heç bir hava limanı ABŞ-ın hər hansı bir hava gəmisini və yaxud da hər hansı bir tankerini saxlamağa belə cəsarət etmirdi. Amma biz indi gördük ki, nə baş verir? Dənizlərdə, okeanlarda ABŞ-ın gəmiləri müsadirə edilir. Ondan sonra ABŞ-ın deməli, ən yaxın müttəfiqi, Avropada ən yaxın müttəfiqi olan Fransa hərbi müttəfiqdən söhbət edir. Fransa artıq ABŞ-a deyir ki, sən mənim ərazimdən, mənim hava ərazimdən sən silah daşıya bilməzsən. Mən ona görə deyirəm hərbi müttəfiq. Çünki bilirsiniz,
İkinci Dünya Müharibəsindən sonra Almaniyanın kapitulyasiya aktından sonra Almaniyanın hərbi istehsalı məhdudlaşdırılıb və Almaniya ancaq deməli sənaye, yəni hərbidən qeyri. Düzdür, burada da əslində silah istehsalı Almaniyada mövcuddur, amma bunlar ABŞ-ın nəzarəti altında baş verən proseslərdir. Yəni hərbi mövzuda demək istəyirəm ki, Almaniyanın hərbi mövzuda özünün konkret özü konkret söz sahibi deyil və Avropanın əsas hərbi sahədə, hərbi istiqamətdə əsas lokomotivi Fransadır. Almaniya isə iqtisadi baxımdan maliyyələşdirilmə istiqamətində bu yük Almaniyanın üzərindədir. Çünki mən ona görə deyirəm ki, Avropada deməli ABŞ-ın ən yaxın müttəfiqi olan Fransa ABŞ-a deyir ki, sən mənim hava sahəmdən deməli İsrailə silah apara bilməzdir. Əziz izləyicilər, dediyim kimi Amerika senatoru, məşhur nüfuzlu Amerika senatoru Chris Murphy Trump administrasiyasının İrana qarşı apardığı hərbi əməliyyatların kəskin tənqid edərək Vaşinqtonun strateji hədəflərinin olmadığını və ölkənin bu müharibədə məğlubiyyətə uğradığını bəyan edib. Bu çox böyük bir açıqlamadır və böyük bir etirafdır. Artıq Trump administrasiyasının İrana qarşı apardığı hərbi əməliyyatları tənqid olunur. Biz bu barədə də danışırıq, məlumatlar veririk və təqribən arxada qoyduğumuz həftə sonları Amerikanın 50-yə yaxın ştatında 10 milyona civarında Trump administrasiyasını tənqid edən etiraz aksiyalarını biz müşahidə etdik. Düzdür, Qərb mediası bu məsələlərdə müəyyən qədər manevrlər eləyir, çox da bunu açıb ağartmır, amma reallıq bundan ibarət idi. İkinci mövzu isə, deməli, burada iki əsas mövzu var artıq. Birinci mövzu ABŞ xalqının, artıq bu xalq da deyə bilmərik buna, biz buna rəhbərlik deyə bilərik və yaxud da senator, deməli, tanınmış nüfuzlu senatorların bu məsələyə, bu cür münasibət bildirməsi çox ciddi bir mövzudur. Bir məsələ budur ki, ABŞ-da xalqın və hətta ayrı-ayrı senatorların, konqresmenlərin deməli, bu cür müxalif mövqedə dayanmaları və bu müharibənin ABŞ üçün heç bir nəticə verməyəcəyi, eyni zamanda ABŞ-ı məğlubiyyətə deməli, uğradacağını məsələsidir. Demək, daha doğrusu birinci məsələ xalqın və senatorların, konqresmenlərin etirazı, ikincisi də ABŞ-ın məğlubiyyəti. Bu iki mövqe, bir-birini təkmilləşdirən mövqe Trump administrasiyasını xeyli zəiflədir. Sonrakı həmən xəbərdən davam olaraq oxuyuram ki, senator keçirilən gizli brifinqlərdən sonra gəldiyi qənaəti bölüşərək ABŞ-ın hərbi addımlarının strateji deyil, yalnız kiçik taktiki xarakter daşdığını vurğulayıb, Chris Murphy qeyd edib ki, aydın bir planın olmaması səbəbindən ABŞ hazırda ciddi və rüsvayçı şəkildə bu müharibəni uduzur. Əzizlər, əlbəttə ki, üzürlü sayın, biz müharibənin əvvəlinci günlər təqdim etdiyimiz təhlillərdə bu mövzunu qeyd etmişdik ki, ABŞ-da deməli, müharibəni bir planlı şəkildə qeyd olunur və bunun əslində ABŞ-da Konqres bunu elan eləməlidir. Yəni, onların icazəsi ilə bu müharibə elan olunmalıdır. Amma qısa əməliyyatları prezidentin qərarı ilə həyata keçirə bilərlər. Trump bunu, deməli, bu İrana qarşı hücumu müharibə deyil, qısa əməliyyat adlandırmışdı. Düzdür, özü 4-6 həftə kimi müəyyən fikirlər səsləndirirdi. Artıq onu da deyim ki, artıq müharibənin 5-ci həftəsindəyik
və müharibənin günləri uzandıqca, bir-birini arxada qoyduqca biz görürük ki, İran tərəfinin üstünlüyü ələ alması, İran tərəfinin deməli nailiyyətləri və ən böyük nailiyyətlərindən biri də əlbəttə ki, deməli ABŞ-ın regiondan yavaş-yavaş uzaqlaşdırılmasıdır. Demək olar ki, İraqdan tam ABŞ İraqdan tam çıxardılıb və Körfəz ölkələrində İraqda olan deməli hərbi kontingendi Körfəz ölkələrə yerləşdirilib və üzrlü sayın və orada da olanlar da az sayda deməli orada hərbi kontingent saxlanılacaq. Onlar da əslində postmuharibə dövrü üçün nəzərdə tutulacaq. ABŞ-ın oradakı növbəti addımı çox güman ki deməli çox güman ki Ərəb ölkələrini orada ya müharibəyə salacaq ya da ki deməli maraqlarını orada Ərəb ölkələri təmsil eləyəcək. Bu barədə mən hələ o qədər də danışmağın vaxtı olduğunu düşünmürəm. Biz ən azı müharibənin 6-cı həftəsinin tamamından sonra biraz da sular durulacaq və orada ABŞ-ın regionda vəziyyəti necə olacaq post müharibə dövründə onu o vaxt müzakirə edərik. Bir yeni məlumat indi gəldi qarşıma. Yenə Trump bildirib ki, Hörmüz boğazı diplomatiya ilə açılacaq. Bilirsiniz ki, dünənə qədər deməli ABŞ desant vayskanı xüsusi təyinatlıları deməli regiona gətirmək istəyirdi. Hətta söhbət Xark adasından gedirdi. Orada İranın bir neçə adasında quruda müharibənin davamı ilə bağlı müəyyən məlumatlar var idi. Hətta mən bu gün sosial şəbəkələrdə gördüm ki, ABŞ əsgərlərinin vidalaşma səhnəsi də paylaşılmışdı. Düzdür, o mənim üçün dəqiq deyildi ki, onlar deməli həqiqətən regiona gətirilirlər və s. Amma hər halda belə bir görüntü də var idi. Sonra bu məsələ deməli yenə ABŞ deməli ABŞ-ın müharibə naziri, Pentagon rəhbəri bu gün bir açıqlama vermişdi ki, bəlkə İrana qoşun yeritməyə ehtiyac olmayacaq. Belə bir açıqlama vermişdi. Əziz izləyicilər, mən yer gəlmişkən zəhmət olmasa xahiş edirəm ki, bəyənmələri artırın. Bu dəqiqə təqribən bizi 108 nəfər izləyici izləyir, amma cəmi 8 bəyənmə var. Zəhmət olmasa bəyənmələri artırın ki, izləyicilərin sayı, canlıda iştirak edənlərin sayı daha çox olsun. Bəli, Pentagon rəhbəri açıqlama vermişdi ki, biz İrana qoşun yeritməyə bilərik və elə indilərdə görürəm ki, Trump'ın da bir açıqlaması. Bu əsas bu deməli əsgərlərin gətirilməsi regiona. Burada İranın daxilində söhbət getmirdi. Ya bütün İrandan söhbət getmirdi. Burada ancaq İranın bir neçə adasından və xüsusən Xark adasından söhbət gedirdi. Çünki bütün ehtimallar bundan ibarətdir ki, ABŞ heç bir halda quru yolla, pexota ilə belə deyirik də, biz pexota deyirik. Pexota ilə deməli heç bir halda nailiyyət əldə edə bilməz. Bu ABŞ üçün, ABŞ əsgərləri üçün böyük intihar olar. Və söhbət ABŞ-ın bu günə qədər çalışması və Trump'ın ziddiyyətli fikirlər səsləndirilməsi Hörmüz boğazı iləndir. Bilmirəm, nəyəsə Trump arxalanırdı və Hörmüz boğazı ilə bağlı deməli ümidverici fikirlər səsləndirirdi. Amma regionda bazaların ciddi zərbələr alması və İran tərəfindən o bazaların sıxışdırılıb çıxarılması görünür artıq Trump'ın dilini də xeyli qısaldıb və Trump artıq Hörmüz boğazını diplomatiya
yolu ilə həll edəcəyini bəyan edib. Biraz əvvəl dediyim kimi məlumat yayılıb ki, Hörmüz boğazının açmasının İranla münaqişəni xeyli uduzacağı qənaətinə gəliblər. Donald və köməkçiləri bu barədə ABŞ-ın fəaliyyət göstərən Wall Street jurnalı nəşr yazıb. Qəzet yazıb ki, ABŞ boğazının açılmasında Tehrana diplomatik təzyiq göstərməklə nail olmaq niyyətindədir və uğursuzluq halında müttəfiqlərin səylərə rəhbərlik etməsinə tələb edəcək. Deməli, bu uzun bir açıqlamadır. Mən onun əsas hissəsini oxudum, bir abzasını. Burada mövzu bundan ibarətdir ki, Trump, ABŞ, NATO üzvlərini Hörmüz boğazının açılması istiqamətində ora cəlb etmək üçün xeyli fəaliyyət göstərdi. Hətta yadınızdadırsa, Trump demişdi ki, Hörmüz boğazı mənə lazım deyil, Avropaya lazımdır, oradan Avropaya gedir. Neft, ona görə də Avropa gəlib özü açmalıdır. Amma Trump'ın və ABŞ-ın ümumiyyətlə Epstein koalisiyasının məğlubiyyət qoxusu Avropa ölkələrinin burnuna dəydiyi üçün bunlar Hörmüzdə hərbi kontingent göndərməyə heç bir halda razılıq vermədilər və ümumiyyətlə müharibəyə qarışmadılar. Müharibədən kənarda qaldılar. İndi ABŞ rəhbərliyi istəyir ki, bu məsələni diplomatik yolla həll etsin. Burada bir məsələ var. Diplomatik yolla həll etmək üçün əsas mövzu qarşı tərəfin diplomatik yolla mövzuların həll edilməsinə isti yanaşması əsas şərtdir. Bu günə qədər biz təqribən müharibənin 2-ci həftəsindən sonra demək olar ki, hər gün ABŞ prezidenti Donald Trump bu və digər formada danışıqlarla bağlı müəyyən dezinformasiyalar yayırdı. Və bu günlərdə artıq məlum oldu ki, dünya bunu etiraf elədi. Çünki ABŞ-ın, yəni Trump'ın müharibə danışıqlarla bağlı fikirləri son 3 günə qədər istinad mənbələri idi. Bütün dünya mediası, ekspertlər Trump'ın bu cür fikirlərinə istinad edirdilər və deyirdilər ki, bəli, burada danışıqlar olacaq, filan olacaq, bəsməkan olacaq, güya İranla bağlı əsas deməli İranın yalan danışdığını və İranın bu danışıqları gizlətdiyini vurğulayırdılar. Amma artıq son 3 gündə biz bunun bu mövqeyin tam dəyişdiyini görürük. Görürük ki, həm dünya ekspertləri, həm diplomatlar, həm Türkiyə xüsusən deməli ekspertləri ümumiyyətlə bu mövzuya çox ciddi fikir, diqqət eləyirlər ki, Trump'ın əslində danışdıqları bütün sözlər hamısı yalanmış, bunlar hamısı manipulyasiya imiş. Trump istəyirdi ki, bu cür yalan danışmaqla həm daxili auditoriyanı birliyini qorusun, həm də ki, öz müttəfiqlərini deməli müharibənin, hətta müttəfiqlərinin kənarlaşmamasının qarşısını alsın. Əslində Trump'ın bu cür yalan danışması, yalandan proqnoz verməsi və İran haqqında hətta yalan məlumatlar tirajlaması, danışmaqla və digər mövzularda bunlar artıq dünya mediası, ekspertləri, diplomatları tərəfindən artıq etiraf edilən bir deməli məqamdır ki, bu da dediyim kimi Epstein koalisiyasının bu müharibədə məğlubiyyətini bir daha göstərir. Əziz izləyicilər, mən diqqəti yönləndirmək istəyirəm deməli NATO məsələsinə. Bəli, NATO'nun dağılması ilə bağlı bizim təqribən hətta deməli bu müharibə başlamamışdan əvvəl də bizim bir mövqeyimiz var idi. Biz bunu proqnoz vermişdik. Əgər Donald Trump prezident seçilərsə, bu 2024-cü ilin noyabr aylarına təsadüf edirdi. Prezident seçilərsə, ABŞ-ın dağılmasının deməli sürətlənəcək dağılması, eyni zamanda ABŞ-ın təmsil olduğu beynəlxalq təşkilatlar, NATO da onlardan biridir. NATO, BMT,
bunlar ümumiyyətlə deməli 2-ci Dünya müharibəsindən sonra bu günə qədər öz missiyalarını həyata keçirdilər. Artıq bunlar ya dondurulmalıdırlar, ya ləğv edilməlidirlər, ya da ki bunlar formanı dəyişdirməlidirlər bu beynəlxalq təşkilatlar. Çox güman ki, Trump'ın deməli bu şıltaq siyasəti biz bunu İsrail gündə bu barədə danışdıq və onda da qeyd etdik ki, əslində Trump ABŞ-ın prezidentidir. ABŞ-ın prezidenti də təsadüfi olmur. Ümumiyyətlə ABŞ-ın elə güclü olmasının əsas səbəbləri bizə görə güclü deyil. Bizim üçün bütün güclərdən yuxarıda Allahın gücü dayanır. Amma hər halda dünya dövlətlərinin içində hegemonluğunun, daha doğrusu güclü deməyək, hegemonluq deyək ki, qoy bizim seçdiyimiz terminlər hamısı yerində oturmuş olsunlar. ABŞ hegemonluğunun əsas səbəblərindən biri də bu ölkənin ən azı 50 illik, 100 illik bir yol xəritəsi var, proqramı var. Düşünürəm ki, orada olan prezidentlər, yəni prezidentlər sadəcə icraçılardılar və onlar ancaq müəyyən daxili tarazlığı qorumaq üçün deməli öz bacarıqlarından istifadə edə bilirlər. Başqa dövlətin yol xəritəsinə toxuna biləcək səviyyədə olmurlar düşüncəsindəyəm. Ona görə də deməli ABŞ hegemoniyasının Trumpla bitməsi və yaxud da ən azı bu hegemoniyanın bitməsinin sürətlənməsi və yaxud da bitməsinin başlanğıcı. Müxtəlif terminlərdən istifadə edə bilərik. Bunlar hamısı siyasi terminlərdir. Amma biz onu elə hamının başa düşə biləcəyi səviyyədə sadə danışmağa çalışırıq ki, ABŞ hegemoniyası artıq çökür. ABŞ hegemoniyası çökür. Bunun ilk başlanğıcı deməli dediyim kimi Avropa ölkələrinin müttəfiqliyinin pozulması, NATO'dan əgər NATO deməli bölünərsə, NATO ölkələrindən baxmayaraq ki, bütün xərcləri, əsas gücü ABŞ öz üzərinə götürmüşdü, amma o xərcləri bu və digər formada həmən ölkələrdən alırdı. Amma heç bir işdə görmürdü. Elə bil, burada bilirsiniz də dünyada sığorta şirkətləri var. Sığorta şirkətləri ən çox qazanan şirkətlərdir də. Bütün il boyu müəyyən məbləğlər toplayırlar və hər hansı bir hadisə baş verərsə, sığorta ödəyəcəklər, ödəməyəcəklər, bu hələ sual altında olur, amma nağd olaraq hər ay məbləğlər toplayırlar. ABŞ-da bax bu sığorta prinsipinə uyğun bir iş qurmuşdu. Elə bil bütün NATO ölkələrindən müəyyən məbləğlər alırdı, mən sizi qoruyacağam. Hətta ərəb ölkələrindən də belə idi. Mən sizi qoruyacağam. Ortada heç nə yox idi. Kimi kimlə qoruyacaq söhbət bilinmirdi. Çünki Avropa ölkələrindən belə bir müharibə yox idi. Axı son illərdə hansı müharibələr olub ki, ABŞ onu qorusun? Ukrayna məsələsi gündəmə gəldi. 22-ci ilin fevralın 24-də başlayan müharibədən söhbət gedir, artıq 5-ci ildədir. Və Biden administrasiya dövründə, bu da 2 il təqribən müəyyən deməli dəstəklər oldu. Amma Trump administrasiyasında elə Trump gələn kimi dedi, gedin silahı mən verirəm, amma pulu Avropa ödəsin. Bunun da qoruma metodu da bax bundan ibarətdir. Demək olar ki, burada bir məsələ var. ABŞ bu günə qədər Avropa ölkələrini aldadırdı ki, mən sizi qoruyaram. Mənsiz siz heç kimsiz. Bax, bunu deməli diktə eləmişdi. Bütün Avropa ölkələrində ABŞ-sız Avropanın heç kim olduğunu, heç nəyə nail ola bilməyəcəyi deməli böyük bir xof idi və yaxud da bir tabu kimi dolanırdı Avropa ölkələrinə. Amma Trump xüsusən Avropa istehsalatının ABŞ bazarlarına ixracı üçün müəyyən rüsumların qaldırılma mövzusu gündəmə gəldi. Sonra Qırlandiya, biz bunu hər dəfə təkrar edirik, Qırlandiya mövzusu, Ukrayna məsələsində Avropaya qarşı münasibət və bu davranışların hamısı və eyni zamanda
deməli artıq bir neçə dəfə ABŞ bu beynəlxalq təşkilatları nəzərə almadan istədiyini yerə hücum etmişdi. Bu dəfə də əvvəlki dəfələrdə heç olmasa məsələn ABŞ BMT-nin müəyyən deməli şöbələrində müəyyən yerlərdə BMT çərçivəsində bəzi müzakirələr aparılırdı, amma bu dəfə İrana hücum eləyəndə heç bir müzakirədə heç aparmağa gərək görmədi və bu da deməli Avropa Birliyi ölkələrinin səbir kasasını daşdırmaqla yanaşı, həm də Avropa Birliyi ölkələrində düzdür, təbliğat görünən tərəf bu idi ki, ABŞ-sız Avropa heç kimdir. Amma bu siyasət Avropanı da bezdirmişdi. Avropanı da bezdirmişdi. Avropada elə bir bəhanə axtardı ki, mən deməli ABŞ-dan qurtulum. Yəni çünki Avropanın bütün inkişafı, Avropanın bütün gələcəyi ABŞ-ın iki dodaqların arasında idi. Öz istəyinə uyğun təbii ki. Amma bu NATO'nun dağılması və eyni zamanda deməli BMT ilə bağlı müəyyən söz-söhbətin olması və bunların artıq ölü bir quruma çevrilməsi bu mövzularda, yəni bu Avropanı ABŞ-ın zəncindən qurtarmaq üçün bir bəhanəyə çevrilib, yəni görünən tərəf bundan ibarətdir. İkinci məsələ, deməli Avropa əslində bu günə qədər Amerikanın şıltaqlığına zorla dözürdü. İndi artıq bir fürsət düşüb Avropanın əlinə. Avropa deməli indiki vəziyyətdə NATO-nu dağıtmaqla deməli Avropa NATO-nu dağıtmaqla ABŞ-ın bu zəncindən qurtara bilər. Çünki Amerika Avropanı aldadırdı ki, əgər mən Rusiyanın qarşısında durmasam, Rusiya səni dağıdacaq. Yəni real olaraq Avropada ən çox müharibə təhlükəsi Rusiyadan var. Və mən düşünürəm ki, uzun müddət deməli xüsusən 14-cü ilə qədər bu Ukrayna mövzusuna qədər, Krım mövzusuna qədər Rusiya Avropa Birliyi ölkələri ilə müəyyən qədər anlaşırdılar. ABŞ Rusiyadan bir dənə işğalçı bir forma düzəltmişdi. Rusiya Finlandiyaya hücum eləyəcək, Latviyanı belə elədi, Litvanı belə etdi. Sonra burada məsələn xüsusən Polşa mövzuları vardı burada. Bu mövzuları daim aktiv saxlayırdı ki, Avropa Birliyini Rusiyanın xoxanlığından qorxudub özünü Avropada möhkəmləndirsin. Avropada artıq anlayır ki, yəni Rusiyadan qazını alır, neftini alır, müəyyən deməli alış-verişini eləyir. Bunu elə deməli ABŞ-ı ortadan çıxartmaq olar. Rusiya ilə özləri gözəl anlaşa bilərlər. Bu barədə biz bir neçə açıqlamanın da şahidi olmuşuq və xüsusən Almaniyadan Rusiya ilə əməkdaşlığı ilə bağlı bəzi deməli açıqlamalar mövcud olub. Buna əsasən biz düşünürük ki, NATO'nun dağılma məsələsi deməli yaxın günlərdə, bəlkə də bu ilin axırına qədər bu proses sürətlənə bilər. NATO'nun dağılma prosesi sürətlənə bilər və bir mənalı olaraq mən hesab edirəm ki, bu da yenə də İranla müharibənin nəticələrinə bağlıdır. Əgər İran ki, bizim böyük ümidimiz belədir, İran bu savaşda ABŞ-ın burnunu tamam sındırıb regiondan uzaqlaşdıra bilsə ki, bütün proqnozlar bunu deyir, o zaman inşallah NATO və BMT-nin xüsusən bunların dağılması və yenidən bir dünya düzəninə nəzarət eləyən bir beynəlxalq hüquq sistemi formalaşacaq. Bu deməli mənim düşüncəm bundan ibarətdir. Əziz izləyicilər, mənim bu fonda Macronun təhdid edilməsi Trump tərəfindən bu da ciddi məsələdir. Biz bunu da deməli gözümüzü bu məsələyə baxmalı deyilik. Bu artıq demək olar ki, ABŞ Avropa ölkələrinin, əsas aparıcı ölkələrinin prezidentləri ilə tərs düşürsə, onları hədəfə çevirirsə və onları açıq şəkildə hədələyirsə, məsələnin yəni pərdə arxa tərəfi
daha acınacaqlı və daha dəhşətlidir anlamındadır. Bu mövzunu da biz izləyəcəyik. Deməli, Macron-Trump. Zaten biz bir neçə ay bundan əvvəl də artıq elə bu ilin əvvəllərindən Fransa-ABŞ arasında daha dəqiq desək Ukrayna mövzusunda Trump'ın geri çəkilməsindən sonra Fransa-ABŞ arasında müəyyən gərilmələri müşahidə edirdi. Amma bu artıq liderlər səviyyəsində bir-birinə hədəf seçirlərsə, bu mövzu artıq deməli biraz gəliciləşib deməkdir. Bu mövzunu da biz gündəmdə saxlayacağıq. Çünki bu NATO'ya və deməli ABŞ-ın Avropa ilə münasibətlərinə olduqca təsirli bir hadisədir. Əziz izləyicilər, mən İran müharibəsində deməli Azərbaycanın rolu bu mövzuya qayıtmaq istəyirəm. Demək olar ki, biz bugün mən bir video təqdim etdim. Orada videonun başlığı belə idi ki, Əliyev rejimi İranın qələbəsindən niyə qorxur? Mesela orada mən müəyyən açıqlamalar və əsaslandırmalarım olmuşdu. Bu sualın ətrafında isə, bugün isə yəni daha doğrusu bu canlıda isə istəyirəm belə bir sual qoyaq ki, post-müharibə dövründə Azərbaycanın vəziyyəti necə olacaq? Bu sualın bir hissəsi həmən videoda cavablandırılmışdı. Azərbaycan deməli Epstein koalisiyasının, söhbət Azərbaycan deyəndə mən Azərbaycan xalqını nəzərdə tutmuram. Təbii ki, burada söhbət hakimiyyətlərdən gedir, dövlətlərdən gedir. Çünki biz ABŞ deyəndə, Fransa deyəndə, ümumiyyətlə bu dövlətlərin münasibətlərindən danışanda biz xalqdan danışmırıq. Biz əslində bu münasibətlərdən danışanda bir mənalı olaraq orada dövlət hökumət başçılarından və dövlət hökumət siyasi xəttindən danışırıq. Biz onları nəzərdə tuturuq. Azərbaycan deyəndə də mən məzlum Azərbaycan xalqını demirəm. Mən Azərbaycan hakimiyyətində qəsb edən hakimiyyətini qəsbkar İlham Əliyev administrasiyasından söhbət gedir. Deməli, İlham Əliyev administrasiya Azərbaycanda bu Epstein koalisiyasının nümayəndəsidir, üzvüdür. Epstein koalisiyasının üzvü iki məntiqləndir. Bir var həqiqətən o Epstein sənədlərindəki təqribən məlumatlara görə 7 milyona yaxın orada sənədlər var müxtəlif formalarda. Bir var o sənədlərdə adı keçən şəxslər timsalında deməli o Epsteinin koalisiyasının üzvü anlamını deyirəm. Məsələn, bura aiddir Donald Trump, ondan sonra bura aiddir bir çox ölkələrin hökumət başçıları, bir çox ölkələrin parlamentarları, bank sektoruna rəhbər eləyən adamlar, ölkədə müxtəlif ayrı-ayrı ölkələrdə deməli söz sahibi üzr istəyirəm olan şəxslər. Bir bu məsələ var. Bir də Epstein deməli koalisiyasının üzvü deyəndə bir də ideoloji baxımdan onlara bağlılıq. Yəni Amerikanın və İsrailin Epstein koalisiyasının maraqlarını qoruyan, onların işğalçı hücumlarını, təcavüzlərinə haqq qazandıran şəxslər. Bura aiddir jurnalistlər, bura aiddir siyasətçilər, politoloqlar, təhlilçilər və s. Amma birinci qrupa aiddir təbii ki, hökumət və dövlət üzvləri. İkinci qrupa isə təqribən özəl sektorun üzvləri aiddir. Bütün hallarda mən düşünürəm ki, və bu artıq sübuta ehtiyacı olmayan bir məsələdir ki, İlham Əliyev Epstein koalisiyasının üzvüdür və birinci formada. Yəni İlham Əliyevin bu Epstein adalarında, o sənədlərdə adının olması, ya özünün, ya ailəsinin orada adının olması, bu artıq əksəriyyətdə heç bir deməli şübhə yaratmır.
və bu məntiqlə biz yanaşsaq, İlham Əliyev rejimi İranın qələbəsindən ona görə qorxurdu ki, İran Epstein koalisiyasına qarşı savaşı, əgər bu Epstein koalisiyasını yensə, məğlub eləsə, təbii ki, Epstein koalisiyasına üzv olan bütün şəxslər bu məğlubiyyətdən öz paylarını alacaqlar. Bu və ya digər formada Azərbaycanda da bizim ən çox istədiyimiz məsələlərdən də biri bu yırtıcı Əliyev rejiminin deməli birmənalı olaraq istefasıdır. Ən yumuşaq formada istefasıdır. Çünki başqa formada bu rejim ya xalqın ayaqlarının altında, təpikləri altında can verəcək, ya da ki, gecənin bir vaxtında deməli hər hansı bir ölkəyə müəyyən məbləğ götürüb hər hansı bir ölkəyə qaçacaqlar. Yəni bir iki variant gözlənilir. Bu da düşünürəm ki, inşallah yaxın vaxtlarda olar. Çünki Əliyev rejiminin üçüncü bir variantı yoxdur. Əgər ağıllı olsa, biraz yaşamağa meyilli olsalar və ağıldan istifadə etsələr, əlbəttə ki, qaçma variantına üstünlük verərlər. Əks halda bu məzlum xalqın təpikləri altında, ayaqqabıları altında bunlar can verəcəklər. Bunun nümunələri də var dünyada. Bunun üçün deməli post müharibədən sonraki dövrün Əliyev rejimi üçün daha rahat və ağrısız, nisbətən ağrısız keçməsi üçün deməli bir mövzu, bir işi görməlidir. Baxın, mən yadınızdadırsa Türkiyə-İsrail münasibətlərində bu mövzunu əsas qoymuşdum ortaya ki, əgər Türkiyə İsrailə qarşı dediklərində səmimidirsə, Türkiyə İsrailə qarşı, İsrail Netanyahuya qarşı həqiqətən düşmən mövqeyindədirsə, Türkiyə birmənalı olaraq deməli Azərbaycandan İsrailə gedən neft ixracatını Türkiyə üzərindən gedir də onu dayandırmalıdır. Bu bir nümunəsidir. Türkiyə İsraillə iqtisadi dövriyyəsini dayandırmalıdır. Bu günə qədər Mavi Mərmərə 2012-ci il, səhv etmirəmsə, mayın 31 idi, 2012-ci il idi. Mavi Mərmərə məsələsi yadınızdadır da, biraz yaşlıların yadında olar. O dövrdən ki, Türkiyənin o gəmisini müsadirə elədilər, filan, hətta ölüm hadisəsi də oldu. Səhv etmirəmsə 6 əsgər orada şəhid oldu, elə deyək, şəhid oldu. Və sayında bir neçəsini yanlış ola bilər. Çünki bu mövzuya hazırlaşmamışım, sadəcə indi məqamı gəldi dedim. Amma dəqiqləşdirmə aparmaq olar. Türkiyə tərəfi ona görə İsrailə qınamaqdan başqa, İsraildən başqa heç bir addım atmadı. Heç bir addım atmadı. Mən həm onda, həm sonraki dövrlərdə deməli bu məsələni gündəmə gətirmişdim və bəyan etmişdim ki, əgər Türkiyə İsrailə qarşı bu dediklərində, qınamalarında səmimidirsə, o zaman Bakı neftinin Türkiyə üzərində İsrailə idxalını dayandırmalıdır, mane olmalıdır. Hətta bilirsiniz də 2 il bundan əvvəl Türkiyədə bu barədə deməli böyük aksiyalar da keçirildi. Türkiyədən Bakı neftinin İsrailə getməsinin qarşısını almaq məqsədi ilə. İkincisi də Türkiyə iqtisadi dövriyyəsini dayandırmalıdır. Türkiyə ilə İsrail arasında iqtisadi deməli müqavilələrin heç biri dayandırılmayıb, heç biri ləğv edilməyib, heç biri vaxtından əvvəl xitam verilməyib. Hamısı yerində, hər şey yerində. Biz bunu biraz Azərbaycan tərəfə gətirsək, Azərbaycan tərəfində də eynidir. Biz bunu yenə də təkrar eləyirik. Bu vaxta qədər demişik və yenə də təkrar edirik. Əgər Azərbaycan İrana qarşı səmimidirsə və İrana rəhbərin şəhadəti ilə bağlı başsağlığı verdi, burada səmimidirsə, yeni rəhbərin seçilməsi ilə bağlı təbrik elədi, bunda səmimidirsə
humanitar yardım göndərdi ki, baxmayaraq İranın ehtiyacı yoxdur. 5-3 kilo una ehtiyacı yoxdur İranın. Amma hər halda bir protokol qaydadır. Bu yardımda səmimidirsə, Azərbaycan tərəfi 2 dənə iş görməlidir. Birinci iş, İran adı ilə həbs elədiyi Azərbaycan öz vətəndaşlarını Şeyx Sərdar başda olmaqla, Əli Behişti başda olmaqla, sonra İlham Əliyev var, dəyərli ruhanilərdən başda olmaqla, digər adlarını saymaqla bitməyən ruhani və dindarlar ki, hansılar ki, onlara İran agenti adı ilə həbs eləyiblər. O adamların hamısı qeyd şərtsiz buraxılmalıdır və bununla deməli göstərməlidir ki, Azərbaycan göstərməlidir ki, biz İrana qarşı səmimi, biz İrana qarşı deməli başqa qərəzimiz yoxdur. İkinci əsas məsələ, əgər İlham Əliyev hakimiyyəti, İlham Əliyev rejimi müharibədən sonra, İranın qələbəsindən sonra inşallah öz deməli təhlükəsizliyini təmin etmək istəyirsə, o zaman İsrailə ixrac etdiyi nefti dayandırmalıdır. Başqa variantı yoxdur. Çünki bugün İsrail Təbrizdə, Urmiyədə, hələ İranın Azərbaycan şəhərlərində o şəhərləri dağıdır, o şəhərləri viran qoyur, İranın hələ o rəhbərliyini, hərbiçilərini qoyuram qırağa. Azərbaycanlı əsilli vətəndaşlarını, qızlarını, övladlarını, qocalarını, yaşlılarını, hamısını Azərbaycanın nefti ilə uçan deməli raketlərlə hamısını şəhid eləyir, öldürür. Siz elə bilirsiniz, bu qətillər, bu qatillərdə, bu hadisələrdə Azərbaycanlıların, İran vətəndaşları olan Azərbaycanlılar, məsələn, mən başqa millətləri də demirəm, xalqları demirəm. Onların qanı təkcə ABŞ və İsrailin əlindədir, yox, elə İlham Əliyevin də əlindədir. Bugün Urmiyədə şəhid olan, sonra o Minabdır, səhv etmirəmsə, Minabdır o şəhərin adı. Orada 174 dənə qız uşağı şəhid oldu. O qız uşaqlarının qanı birinci elə İlhamın əlindədir, İlham Əliyevin əlindədir. Çünki hansı ki, İlham Əliyev düşmənə, İsrailə neft verir. Bu çox önəmli məsələdir. Biz bunun üstünə dayanmadan getməliyik, hər gün danışmalıyıq. Biz necə müsəlmanıq, biz necə şiiyik, biz necə Əli şiiyəsiyik ki, hansı ki, o neft bizimdir, xalqındır. O neft dövlətindir, o neft İlhamın dədəsinin deyil, o neft İlhamın deyil. O neft dövlətindir, dövlətin də mənbəyi xalqdır, bu da konstitusiyon hüququmuzdur bizim. O neft bizimdir, xalqındır və təsəvvür eləyin, xalqa mənsub olan, xalqa aid olan, bu vaxta qədər, bu illər ərzində biz heç onun dadını görməmişik, rəngini görməmişik, ancaq tüstüsünə boğulmuşuq, bu ayrı bir mövzudur. Amma necə biz müsəlmanıq, necə şiiyik, necə biz İslamçıyıq ki, bizə məxsus olan bir neftlə bizim müsəlman qardaşlarımız öldürülür, şəhid edilir. Necə? Bu necə olacaq? Bunun sualı soruşulacağı bizdən. Baxın, məni izləyən var. Burada təqribən 150-yə yaxın təqribən izləyici canlıda. Sağ olsunlar. Hər kəs öz inandığı ruhanidən bunun bir şəri hökmünü soruşsun. Kimin arxasına namaz qılırsa, bəziləri məscidə gedirsə, çoxu bəziləri, burada olanların mən elə bilirəm ki, çoxu məscidə gedir, onlar deməli izləyirlər və s. İbadət edirlər və s. İqtida etdiyiniz piş namazlardan soruşun. Biz Azərbaycan vətəndaşıyıq, neft bizim də haqqımızdır və bizim hesab olunur. Bizim olan neftlə bizim bacı qardaşlarımız, müsəlmanlardırlar da, onlar öldürülürlər. Biz də buna susuruq. Bizim vəzifəmiz nədir? Siz iqtida etdiyiniz ruhanilərdən soruşun. O ruhanilər ki, onlar həqiqi ruhanilərdirlər, sizə həqiqi cavabı verəcəklər. O ruhanilər ki, yox, onlar elə bu Epstein koalisiyasına ki, mən
bir neçə gün bundan əvvəl o koalisiyanın üzvlərini, Azərbaycanlı üzvlərini bir dənə qara siyahı kimi cızma-qaralama eləyib paylaşmışdım və orada bəzi ruhanilərin də adları vardı. O ruhanilər əlbəttə ki, bir şey deməyəcəklər. Amma həqiqi ruhanilər cavab verəcək. Əziz izləyicilər, bəli, Azərbaycan müharibə sonraki vəziyyətini düzəltmək üçün birinci görməli olduğu iş İsrailə ixrac etdiyi nefti dayandırmalıdır. Dayandırmalıdır ki, Haqq ordusu müharibədən sonra heç olmasa bir balaca da olsa rəhmə gəlsin və Əliyev rejimi heç olmasa deməli ən ağır, acılı formada cəzalanmasın. Mütləq Haqq ordusunun qələbəsindən sonra Epstein koalisiyasının ağır cəzalanma prosesi başlanacaq. Bu zuhur öncəsi prosesdir. Bu hər hansı iki ölkənin savaşı deyil. Bu savaş, bizim əqidəmiz budur ki, bu savaş zuhur öncəsi prosesdir və zuhur öncəsi proses olduğu üçün bəzi hadisələr zəncirvarıdır. Bir-birinin ardınca gələcək. Əliyev rejimi mütləq şəkildə İsrailə ixrac etdiyi nefti dayandırmalıdır. Hər bir Azərbaycanlı bunu tələb etməlidir. Əks halda qiyamətdə biz bu sualın cavabını verə bilməyəcəyik. Niyə etiraz etmədin? Niyə İlham Əliyev, Epstein koalisiyasının ən sadiq və öncül nümayəndələrindən olan İlham Əliyev sənə aid olan nefti göndərdi İsrailə, İsrail də onunla müsəlman ölkəsini dağıtdı, sən niyə etiraz eləmədin? Bu sual ağır sual olacaq. Namazımızdan da, orucumuzdan da, həccimizdən də, digər ibadətlərimizdən ağır olacaq. Bəlkə biz digər ibadətləri səhlənkarlıq eləmişik və s. əmələ gətirməmişik. Orada bəzi bəhanələr tapa biləcəyik. Amma buna heç bir bəhanə qəbul edilməyəcək. Bu, bütün dindarların namaz qədər vacib olduğu, əhəmiyyət verdiyi bir məsələdir. Əziz mömin, müsəlman bacı qardaşlar, etməyin. Çox ağır olar hamımız üçün. Allah qarşısında cavabını verə bilmədiyimiz davranışları etmək olmaz. Allah çox dəqiqdir. Allah düzdür, mərhəmətlidir. Amma bu mövzularda yox. Çünki bu mövzularda ona görə mərhəmətli deyir ki, 170 dənə körpə arzusu ürəyində qalan məsum qızlar öldürülüb. Bakı nefti ilə, bizim neftimizlə, bizim yanacağımızla. Bizim əlimiz var. Biz əlimizi oradan çəkmək üçün ən azı bir dənə etiraz eləməliyik. Ən az deməliyik ki, İlham Əliyev, mən bu işdə yoxam ha. Mən razı deyiləm. Mən tələb eləyirəm, İsrailə gedən neft xəttlərini dayandır. Bu bizim tələbimiz olmalıdır. Tələb eləyirəm, mən bu canlı vasitəsilə tələb eləyirəm və xahiş eləyirəm. Gəlin bir eksperiment eləyə görək, bizim bu tələbimizə nə qədər adam ləbbə işləyəcək. Mən tələb eləyirəm ki, İsrailə gedən, Azərbaycandan İsrailə gedən neft kəmərləri dayandırılmalıdır. Azərbaycandan İsrailə ixrac edilən neft dayandırılmalıdır. Bu bizim şəri vəzifəmizdir hətta. Ona görə bu mövzuda diqqətli olmalıyıq, dəqiq olmalıyıq ki, qiyamətdə Allaha cavab verməli olaq. Əziz izləyicilər, mən mövzunu tamamladım. Hər birinizə təşəkkür edirəm. Bugün də çox təəssüflər olsun ki, deməli, bütün yorumlara mən anında cavab verə bilmədim, amma hər halda bir neçə dəqiqə sizinlə birlikdə yorumlara göz ataq. Allah İran xalqına güc versin, amin. Yenə də İran xalqına, İslam Respublikasına dualar var. İsrail bizim qardaşdır. Bu
Pavel Sobol adlı bir istifadəsi yazıb. Kim kimin qardaşıdır? Hər kəs özü təyin eləyir və hər kəs də deməli öz qardaşının kimin yanında durursa cəzasını və mükafatını da ona görə belirləməlidir. Sonra yenə salam var. Aleykəssalam. Bəli, bunları vətənimizdən qovmaq lazımdır. Belə bir yorum var. Mən sadəcə uyğunlaşdırıram, tam elə oxumuram. Doğrudur. Allah Teala yardım olsun. Çox təşəkkür edirəm. Eşq olsun. Yazıblar yenə də salam verdi. Salam. Aleykəssalam. Bütün salamları mən deməli aleykəssalam deyirəm. Hər birinizə təşəkkür edirəm. Allah İranı qorusun. Allah'ın salamı olsun İslam yoluna gedən Əli şiyələrinə. Amin. Sonra bəli. Sonra bəli, demək olar ki, çox vaxtınızı almayım. Azərbaycana gedən neft dayandırılsın. Bəli, burada Üzeyr SRI adlı istifadəsi də bizim tələbimizə qoşulur. O da İsrailə gedən neftin dayandırılması ilə bağlı tələbə qoşulur. İnşallah ümid edirəm ki, bütün Azərbaycan xalqı bu tələbə qoşulmalı və bu tələblə çıxış etməlidirlər. Azərbaycan hakimiyyətindən, rejimindən bu deməli tələbi qoymalılar rejimin qarşısına. Əziz izləyicilər, hər birinizə təşəkkür edirik. Burada mən canlını yekunlaşdırıram. İnşallah növbəti canlıya qədər Allah amanında qalın. Sağ olun. Allah sizi qorusun.